Salam hamıya, bura VLDT kanalı dostlar. Sizə telefonlar, ümumiyyətlə ağıllı texnikanın testlərini, reviewlarını təqdim edirəm və bugün məndə unikal bir video olacaq. Qarşımdakı bu qutunun, onun içindəkinin unboxing edəcəm və dostlar, burada sizcə nədir? Yox, bu reaktiv hərbi təyyarənin qara qutusu deyil təbii ki. Bu, mən deyərdim, indiyə kimi testimdə olan ən bahalı telefondur və qiyməti nə az, nə çox $8000. Getdik. Bugünkü video həqiqətən indiyə kimi VLDT kanalında olan bir neçə telefon videoları arasında ən bahalı telefondur və artıq qutusundan hiss olunur ki, bu adi bir telefon deyil. Belə bir telefonun yəqin ki aldığınız, nə indiyə kimi aldığınız iPhone-lar, ən yeni iPhone-lar yox, onların heç birində qutular belə möhtəşəm olmur dostlar. Söhbət əlbəttə ki, yəqin ki bilənlər bilir ki, ən bahalı telefon markası bu Vertu'dur. Vertu artıq, yəni əgər sizə iPhone imicizə uyğun deyilsə, iPhone artıq sizin üçün adi bir şeydirsə, bilirsiniz ki, sizin telefonunuz ondan da bahalı olmalıdırsa, ondan da daha güclü olmalıdırsa, sizin yeganə çıxış yolunuz təbii ki, Vertu markasını seçməkdir dostlar. Bugün bizdə bu qutuda olan Vertu smartfonunu sizə təqdim edəcəm. Baxın, görün, Vertunu alarkən dostlar, nələr sizə təqdim olunur. Əvvəlcə dediyim ki, bu möhtəşəm qutudur, qara qutudur. Üstü deməli, dəri yəni örtülüb, dəri ilə örtüyüb. Hər halda bilməm, bu dinozavr dərisidir, yoxsa nə dərisidir. Hər halda Amazonkada yaşayan deməli, timsahın dərisidirsə, nədirsə dəridir. Qaradır, ən bahalı görünən rəng qara. Və açan kimi dərhal bunun instruksiyası, onun təlimatı. Təlimatı çox maraqlıdır ki, 4 dildədir. İngilis və qalan dillərin isə ümumiyyətlə başa düşmək olmur. Bu, yəqin ki, Asiya bazarı üçün nəzərdə tutulmuş smartfondur. Ona görə də burada əsasən Çin, deməli, Vietnam dili və başqa hieroqliflərlə başa düşmədiyim bir dildir. Hər halda burada İngilis dilində təbii ki, kağızın keyfiyyəti albom keyfiyyətidir. Bu bizə təbii ki, maraqlı deyil. Bu, əlbəttə ki, ən az maraq doğuran hissə, əlbəttə ki, bu kağız kağızdır. Bizə qətiyyən maraqlandırmır. Maraqlandırır burada nədir? Bu, əsas məsələdir. Deməli, bu qutu bir neçə hissədən ibarətdir. Hamısında da belə logo var, Vertu logosu. Gəlin başlayaq birinci hissədən. Bu hissələr hamısı çıxır. Ümumiyyətlə, ziyniyyət əşyaları bahalı dükanlarda adətən burada açanda kolye olur da, yəni belə boyunbağı olur bahalı. Açırıq və dostlar, yox, burada boyunbağı deyil. Bu bizim testimizin, reviewumuzun əsas qəhrəmanıdır. Vertu smartfonunun yeni nəsil smartfonlarındandır, yəni touch screenlə və artıq smartfon kateqoriyasında olandır. Vertu TI'dir və T deyirlər ona, T-Touch adlanır bu model. Dostlar, deməli dostlar, bu, mən ümumiyyətlə ilk dəfədir ki, əlimdə Vertu smartfonunu saxlayıram və mən prinsipcə belə də gözləyirdim. Onun ilk növbədə ağır olması, bu, ən bəlkə də bu smartfonda ən əhəmiyyətli bir xüsusiyyətidir. Yəni, əlində saxlayanda. Görkəmdən əlavə onun ağırlığıdır. Yəni, silah ola bilər bu smartfon, yəni başa düşürsünüz nə mənada. Amma indi smartfona qayıdacağıq. İndi isə keçək, başqa görək qutuda nə var. Qutuda həmçinin qutunu açmaq özü ayrıca bir təcrübə tələb edir. Amma hər halda mənə danışıblar, təxmini sahibi danışıb ki, necə açılıb ki, yəni açanda bilim necə açılıb. Deməli, növbəti hissəsində burada aksesuarlardır. Bu təmizləmək üçün ayrıca bir xüsusi üstündə Vertu logosu olan salfetdir, yəni dəsmaldır. Ekranı təmizləmək üçün adi bir salfetdən istifadə etmək olmaz. Əlbəttə ki, Vertu smartfonunu ancaq öz salfetini gəzdirmək lazımdır. Burada ayrıca qutu, bu qutuda yəni, şüşəni silmək üçün ləvazimat, daha bir ləvazimat var idi. O indi yoxdur. Onu sahibi çox uğurla itirib.
sağ olsun. Vacib deyil, əsas yenə də bu smartfonun sahibləri inanmıram ki, o qutunu bir dəfə açandan sonra nə vaxtsa onları çıxardırlar. Və nəhayət gəlin baxaq daha bir aksesuar hissəsinə, sonuncu qutu. Burada isə dostlar onun şarjı üçün lazım olan ləvazimatlardır. Bunu ataraq qırağa. Bu adaptörüdür. Və bu da niyəsə Avropa sayığı deyil, belə. Bu da əsas deyil. Təbii ki, adaptör. Yəni, Vertu'nun adaptörü düzdür. Mən gözləyirəm ki, qızıldan olacaqdır adaptörün üstündə Swarovski daşları olacaq ən azı. Amma yox, sadə adaptördür. Yəni, sadəliyə üstünlük verirlər Vertu'nun istehsalçıları. Və həmçinin mən başqa heç bir telefonda görməmişəm ki, ayrıca ev adaptöründən əlavə həm də avtomobil chargerdə verilsin, amma Vertu'da bu var. Əlbəttə ki, hamısı üstündə Vertu yazılıb, aydın məsələdir. Yəni bu öz məsələn hansısa Porsche'də, Lamborghini'də gedərkən mütləq ancaq Vertu'nu öz charger ilə doldurmaq lazımdır. İçəridə təbii ki, belə nə deyirlər ona, barxatda deyirlər ona materiala, o tipdə bir örtü idi. Hər şey, deyirəm, zinət əşyaların dükanında olan qablardakı kimidir və prinsipcə başqa heç nə qutuda yoxdur dostlar. Başqa heç nə yoxdur. İndi keçək əsas məsələ smartfonun özünə. Qutuda başqa heç nə yoxdur. Mən nəsə yenə gözləyirəm. Mən hələ də yenə də nəsə gözləyirəm ki, içindən nəsə başqa bir şeylər də çıxacaq. Çünki dostlar, $8.000 qiyməti olan bu smartfondan həqiqətən də gözləyirsən ki, burada nəsə qeyri-adi bir şey olacaq. Yəni, üstündə bir ayrıca bir sənə köməkçi veriləcəklər. Məsələn, açırsan buradan bir əlavə, bir şəxsən sənin köməkçi olan balaca bir adam çıxacaq. Məsələn, belə bir şey. Mən hər zaman maraqlandırıb ki, insanlar bu qiymətə smartfonu niyə alsınlar axı? Və bu smartfonu bu qiymətə alarkən nə gözləyirlər burada? Nə olmalıdır bu smartfonda? Yəni, zəng etmək, içində başqa bir funksiyalar, dinamiki, işığı, kamerası, ekranı, düymələrindən başqa nə olmalıdır ki, insan $8.000 versin və hətta ondan da bahalı versiyalar var. Bura kimi, yəqin ki, başa düşdüyünüz kimi, hər şey necə lazım idi gedirdi. Yəni, inandırıcı idi ki, bu telefona $8.000 vermək olar. Bu telefonun, smartfonun orijinal versiyası dostlar $8.000. Həqiqətən də TI Touch'dır. Onun da müxtəlif versiyaları var. Xüsusi məhdud seriyaları var. Ferrari Edition var və digərləri mövcuddur. Amma hal-hazırda əlində təəssüf ki, tam orijinal deyil. Yəni, bu birə-bir, el arasında birə-bir deyilən və sırf replikaların dilindən desək, sənəmsə A-klass sayılır. Bu A-klass kopyalar bu orijinaldan sonra gələn ən yaxın, ona ən yaxın olan kopyalar. Həmçinin qiymətinə görə də ən bahalı kopyalar arasında ən bahalı kopya budur və istifadə olunan materiallar, tam oxşarlıq, yığılmanın keyfiyyəti və yenə deyirəm, son olaraq qiymətinə görə ən bahalı kopya budur. Ən bahalı kopya sahibi olmaq nə deməkdir? Bu o deməkdir ki, sizdən başqa heç kim bilmir ki, bu orijinal Vertu deyil. Bu o deməkdir. Yəni, heç kimə demirsinizsə, yaxın dostunuza demirsinizsə, heç kimə demirsiniz ki, bu kopyadır, heç kim bunu da bilmir. Yəni, təbii ki, Vertu firmasında işləyənlərdən çıxmaq şərtilə və kimsə oturub orijinalla belə onu mikroskop altında baxmırsa, heç kim ətrafda bilməyəcək. Əsas odur ki, siz bu imici yaradasınız və hamıda bu təəssürat yaradasınız ki, bəli, məndə orijinal Vertu'dur, ola da bilməz başqa cür. Çünki Vertu smartfonları məncə bu sırf marketinq, yəni image satan bir brenddir. Sizə image bir aksesuar təqdim edir dostlar. Çünki bu telefondan daha çox bahalı, həddən artıq bahalı əşyaların sırasında olmalı. Məsələn, sizdə Rolex saatıdırsa, məsələn, sizdə dediyim kimi çox bahalı bir avtomobildirsə, sizə artıq iPhone yaraşmır. Yəni, qızıl Rolex-i gəzdirirsinizsə əlinizdə, məndə kimi yox və belə bir şey yox, Rolex gəzdirirsinizsə, sizdə artıq iPhone olmamalıdır. iPhone sizin üçün təxminən bir ağ-qara ekranlı Nokia kimi olmalıdır. Hətta ən bahalıları 6S, 6S Plus modelləri. Baxmayaraq ki, premium sinifindən bir smartfondur Apple smartfonları, amma Apple bunun yanında əlbəttə ki, premium deyil. Bu super premiumdur dostlar. Bu Android smartfondur dostlar. Bəli, Androiddə yaradılmış bir smartfondur. Sözsüz ki, bunun əsas məsələsi texniki içliyi deyil. Mən bəlkə də bugün bunu bir neçə dəfə deyəcəm, amma deyirəm, bu smartfonlarda əsas
kameraların, prosesorun, ekranın texnologiyası və ya digər hansısa bir burada texniki yeniliklər əsas məsələ deyil. Əsas onun təbii ki, nə dərəcədə sizi digərlərdən fərqləndirir. Fərqləndirən isə dostlar burada fərqləndirən cəhətlər isə burada məhz onun hazırlama materialları bir çox maraqlı xüsusiyyətləridir ki, başqa heç bir smartfonlarda bunlar yoxdur. Bunlar haqqında sizə yavaş-yavaş danışacağım. Hələlik isə gəlin smartfonların klassik bir yandırılma, söndürülmə düyməsi olan və bu yuxarıdan söndürmə düyməsini yandırım və smartfonu işlədək. Bəli, Vertu yazılır dərhal. Baxmayaraq ki, Çində yığılmış bir kopyadır. Heç bir Çin smartfonlarında belə mahnılar falan yoxdur burada. Bəli, bu orijinalda olan melodiyadır dostlar. Bəli, melodiyanı da götürüblər, köçürüblər. Deməli, smartfonumuz artıq açıldı, amma indi keçək bunun korpusuna. Deməli, bu telefonların orijinal kimi korpusu da adi materiallardan deyil. Sadəcə olaraq orijinalda əgər hansısa metal hissələri xüsusi metaldandır, misal üçün platin kimi çox bahalı materialdandırsa, burada sadəcə paslanmaz poladdır. Dostlar, paslanmayan poladdır. Burada heç bir plastikdən demək ki, yox, var. Qıraqlarında bəzi hissələr var ki, burada plastikdən istifadə olunur. Aşağısında 3 düyməsi var. Onlar da metaldandır. Sadəcə olaraq biraz fərqləndirilən metaldandır. Başqa şüşə, metal, çox cüzi miqdarda plastik və nəhayət əsas məsələ xüsusi Vertu'ya məxsus olan bu V hərfi hər yerdə dizaynda var. Yəni dizaynda həm burada V hərfi var, dinamikdə, burasında da V tiplidir, arxasında da Vertu yazısı var. Hətta unikal nömrəsi də var, tam orijinal Vertu'dakı kimi. Burada texniki baxımdan kamera, deməli LED vspышka. Maraqlı xüsusiyyətlərdən odur ki, burada deməli qulaqcıqlar üçün qulaqcıların girişi yandandır. Demək olar ki, indi heç bir telefonda bundan istifadə olunmur, ya yuxarıdan ya aşağıda olur. Burada hələ də yandandır, maraqlıdır bu. Bu yandan, deməli, bu tərəfdən 2 düymə, səsi artırılma, aşağı salma. Burada isə xüsusi bir düymədir. Orijinal Vertu'larda burada Vertu'nun xüsusi öz funksiyaları tətbiq olunur. Məsələn, əgər Vertu sahibinə hansısa bir köməklik, məsləhət, konsultasiya lazımdırsa, birbaşa bu düyməni sıxmaqla call center kimi, yəni bir mərkəz hissə var ki, hansı ki birbaşa istənilən Vertu sahibinin, orijinal Vertu sahibinin təbii ki, sualına istənilən vaxtda, istənilən dünyanın istənilən yerindən cavab verməyə dərhal. Yəni VIP servis. Burada köhnə Android versiyası, mən istəmirəm Antutu bura yükləyim, istəmirəm bura hansısa bir test eləyim. Çünki məqsədim dostlar sizə Vertu smartfonunun kopyasında olan Androidin xüsusiyyətlərindən danışmayacağım. Çünki bu istənilən indi çıxan 200-300 manatlı dəyəri olan Android smartfonları və hətta Çin istehsalçılarının Android smartfonları, onların Androidləri bundan güclüdür, prosesorları güclüdür, kamerası daha güclüdür. Lakin burada dostlar Vertu sahibi olmaq istəyən, amma pulu orijinal Vertu'ya çatmayan insanlar üçün hər şey var. Yəni Vertu'nun aksesuarları, Vertu'nun dizaynı, Vertu'nun hissiyatı, yəni təəssüratları, avtomobil qiymətində olan bir smartfon. Təbii ki, elə bir smartfonu alıb iş üçün istifadə etmək, hansısa praktiki məqsədlər üçün istifadə etmək, nə bilim 2 nömrə salıb orada 2 operatorun nömrələrini salmaq və oradan hansısa kampaniyalardan istifadə etmək, bunlar üçün deyil əlbəttə ki, bu sırf image smartfonudur dostlar. Yalnız Vertu smartfonlarında SIM kartın taxılma yeri bax buradandır. Unikal bir açılma tərzidir. Burada xüsusi qapaq var. O da sırf dəmirdən. Burada hətta handmade by və burada telefonu yığan şəxsin, yəni bu ekskluziv əllə yığılan bütün texnikada adlı, yəni ustanı yığan ustanın adı göstərilir. Burada da bu var dostlar. Burada da ad göstərilir. Burada xüsusi örtüyü var. IMEI kod burada yazılıb. Model Vertu TI yazılıb. Seriya nömrəsi və s. Burada mən belə açılır. Dostlar, burada sim kart yeri burada. Təbii ki, burada bir sim kart da aydın məsələdir dostlar. Daha sonra da həmin qapaq, həmin qaydada bura bağlanır və artıq sim kartı dəyişmək burada çox asandır. Yəni bu telefonlarda mən bildiyim qədər batareya çıxmır.
bu telefonlar da aydın məsələdir. Bahalı smartfonların əksəriyyəti kimi açılmaq söhbəti bunlarda yoxdur. Bu düşsə su gedəcək onun dibinə sırası dənizin dibinə. Bütün günü xüsusi dəsmalla bu smartfonu ola belə silməlidir. Şəxsən mən belə edərdim. Mən bayaq dedim ki, bu smartfonun qiyməti $8.000, amma söhbət təbii ki, orijinaldan gelir. Çünki bu kopya Bakıda bu smartfonu 1050, təxminən 1050 manata almaq olar. 1050 manata həmçinin siz flaqman smartfon ala bilərsiniz. Yəni bu dəqiqəyə olan ən güclü prosesorlarla, ən güclü kameralarla, ən güclü texnologiyalar olan smartfonları ala bilərsiniz. Və ya bu cür dünyanın ən premium markasından olan smartfonun sadəcə kopyasını alıb və əgər bu sizə imiciniz üçün lazımdırsa, onda təbii ki, bunu ala bilərsiniz. Təbii ki, mən şəxsən buna heç vaxt etməzdim ki, yəni bu müqayisədə, əgər alternativ varsa bu qiymətə nəyi almaq olar, buna heç vaxt üstünlük verməzdim. Və o ki, qaldı orijinal, əgər $8.000 olsaydı bu smartfon almağa, mən ümumiyyətlə onu təsəvvür etmək istəmirəm. Lakin mən Bakıda yetərincə insan tanıyıram ki, hətta onlar arasında məşhur insanlar da var ki, onlar da özlərinə artıq iPhone smartfonunu yaraşdırmırlar imiclərinə və onlar, amma Vertu'ya pulları yoxdur, orijinal Vertu'ya. Yəni 10.000, 15.000 Vertu'lar var, əlbəttə ki, Bakıda rəsmi də satılır bu smartfonlar. Onlara isə pulları yoxdur. Onlar bax belə kopyaları alırlar və hər yerdə foto şəkillər çəkirlər ki, bəli, mən və Vertu, mən və mənim, məsələn, gedirsən kiminsə yanında, kiminsə küçədə Lamborghini'nin yanında şəkil çəkdirirsən, amma əlində mütləq bu Vertu olmalıdır ki, tam bahalı həyat obrazını yaradasan. Hər halda hər kəsin öz seçimidir dostlar. Məndən sizə ən son texnikanı nümayiş etdirməkdir. Kanalımıza abunə olun ki, ən yeni videoları qaçırmayasınız və bu video sizə maraqlı və faydalı, yetərincə qeyri-adi gəlirsə, onda sosial şəbəkələrdə öz səhifələrinizdə paylaşın ki, hər kəs görsün. Özünüzə yaxşı baxın. Hələlik.